Bugün Novruz çərşənbələrindən sonuncusu torpaq çərşənbəsidir. Novruz ərəfəsində sonuncu çərşənbədə yer oyanır, torpaq nəfəs alır. Torpaq çərşənbəsi torpağın oyanmasının mifik kökləri etibarilə dirilmə, canlanma anlayışı ilə əlaqədardır. Bu çərşənbə xalq arasında yer çərşənbəsi, ilaxır çərşənbə və ya torpaq çərşənbəsi də adlanır. Axır çərşənbədə tonqal qalanması, plov dəmlənməsi, səməni, xonça, qapı pusma, şam yandırma, bayramlaşma, fala baxma və bir çox adət-ənənələr var. Qədim el adətlərinə və inanclarına görə axır çərşənbədə uşağa beşik düzəldərlər. Gün çıxmamış su üstündən hoppanar, tonqal yandırar, kəlin buynuzuna qırmızı bağlayarlar. Bugün də qorxanların başından su töküb qorxunu alarlar. Evdən pul, qonşuya ələk verməzlər. Axır çərşənbə günü şamı yarımçıq söndürməzlər. Ailə üzvlərinin sayına görə şam yandırar, evdən od, kibrit, neft, ağartı, un, çörək verməzlər. Bununla yanaşı 7 cür nemət, sin hərfinin başlayan nemətlər xonçaya düzülür. Bayram çörəkləri bişirilir bu həmin çərşənbəyə. İndiyədək su, od, yel çərşənbələri arxada qalıb və bu axşam torpaq çərşənbəsi həm də bayram axşamı sevinclə keçiriləcək. İnanclara əsasən təbiət torpağı su ilə islatdı, günəşlə isitdi və onu əkinə hazırladı. Ona görə də ilk yaz əkinini xışla, kötanla məhz torpaq çərşənbəsi günündə başlayırlar. Deməli, Novruz bilavasitə təbiətin oyanışı, gecə-gündüzün bərabərliyi, zəhmətlə, əkinlə, halal ruzu qazanmaqla bağlı həyat tərzini özündə əks etdirən bayramdır. İlaxır çərşənbənin daha bir önəmli cəhəti ondan ibarətdir ki, 7 yerdə evdə tonqal qalanır və tonqaldan uşaqdan böyüyə hamı bu tonqalın üstündən tullanır və ağırlığım, uğurluğum odlara deyilir. Mənası ondan ibarətdir ki, çərşənbə bizi Novruza sağlam aparsın. Bu bayramda kimsəsizlərə ehtiyacı olanlara, ahıl insanlara baş çəkmək, onlara bayram sovqatı vermək savab hesab edilir. Nuranə Əliyeva, Hicran Şükürov, Lənkəran.